Namaz qılanlar hamısı yaxşıdır, içki içənlər hamısı pisdir. Ay, belə olsaydı nə vardı ki? İmam başı kəsənlərin çoxu namaz qılanlardan çıxıb. İmam başı kəsənlərin. Mən tarix deyirəm sizə. Mən özüm da namaz qılanam, dindaram, din xadimiyəm bunu deyirəm. Yəni rahat deyirəm. Bəzən deyirlər ki, sən bir dəfə dedin ki, indiyəcə mənim bunu başıma vururlar ki, araq içənlər deyir, səni çox istəyir. Deyirəm, niyə? Dedin ki, namaz qılıb özündən razı olmaqdansa araq içib özündən narazı olsun yaxşıdır. İndi bütün hamısı araq içənlər bir-birinə göndərir bunu, paylaşırlar ki, görürsünüz, özünüz deyirsiniz. Bu elə bilirlər ki, mən deyirəm araq için, keyf eləyin, özünüzdən. Yox, araq içmək günahdır. Quran deyir, şərab günahdır, şeytan əməlidir. Amma, amması var ki, hər namaz qılan hər araq içəndən üstün deyil.